Salam, hər vaxtınız xeyir müəllimlər. İlk növbədə sertifikasiya hazırlaşan müəllimlərimizə uğurlar arzu edirəm. 9-cu sinfi metodik vəsaitdə bir yenilik var. Belə bir metodlar əlavə olunubdur. Yəni onları bir tətbiq edərək yoxlayaq ki, nə işlə görürlər. Is-digit. Birinci metodumuz budur. Is-digit. Deyir sətrin tam rəqəmlərdən ibarət olub-olmadığını yoxlar. Əgər rəqəmdirsə, true, əks halda false olaraq bizə qaytarır. Yəni tətbiq edək. Rəqəm yazaq. Nöqtə, is, digit. Nəticəni bizə true olaraq verdi. Əgər mən hərflər yazsam, nöqtə, is, digit. Bu zaman false olaraq qaytarmış olar. False olaraq qaytarır. Həm rəqəm, həm hərflər yazaq. Is, digit. Bu zaman false olaraq qaytarır. Yəni tərkibində hərf olduğuna görə bu bizə false tipini qaytarır. İkinci metodumuz hansıdır? Alfa metodu. Sətrin deyir, hərflərdən ibarət olub-olmadığını yoxlar. Hərflər varsa true, əks halda false olaraq bizə qaytarır. Tətbiq edək. Is, alfa. True qaytardı, true. Həm böyük hərflər yazaq, həm balaca hərflər. Nöqtə, is, alfa. Nəticəyə baxaq. Yenə true olaraq bizə qaytarmış olar. Rəqəm versək əgər, is, alfa. Bu zaman false olaraq qaytarır. Həm hərf, həm rəqəm verək. False olaraq qaytarmış olur. Çünki biz tərifində nə deyir burada? Deyir, sətrin hərflərdən ibarət olub-olmadığını, hərflərdən deyir. Yəni, rəqəm də olduğuna görə false olaraq qaytarır. Is alnum, sətrin hərflərdən və rəqəmlərdən. Burada həm hərf, həm rəqəm var. Alfada yalnız hərf, alnumda həm hərf, həm də rəqəmlərdən ibarət varsa, true qaytarmış olur. Baxa, nöqtə, is, alnum. True olaraq qaytarmış oldu. Bəs nə zaman false qaytarar? False qaytarar. Bu zaman, məsələn, belə bir işarələr yazaq. Nöqtə, is, alnum. Baxa, bu zaman bizə false olaraq qaytarmış olur. Növbəti metodumuz hansı? Lower, is lower. Yəni, biz lowerdir, upperdir, bunların nə olduğunu bilirdik. İndi is lower. Sətrin aşağı registr simvollardan ibarət olduğunu yoxlayır. A, is, lower. Bu kiçik hərfdirmi? Bax, is lower deyir, hə, true. True olaraq qaytarır. Amma böyük bir hərf versəm, böyük hərf, is lower. Bu zaman false olaraq nəticəni bizə qaytarmış olur. False olaraq qaytarar. Rəqəm versək, 7, is lower. Yenə false olaraq nəticəni bizə qaytarır. Bir də is upper dedik. Bu da böyük registr olub-olmadığını yoxlayır. Nöqtə is upper. Böyük registrdirmi? Bəli, true olaraq qaytarmış olur. Amma balaca bir hərf qeyd olaraq yazsaq, is upper, bu bizə false olaraq nəticəni verir. Rəqəmlər yazsam, nöqtə, is upper. Bu da yenə false olaraq nəticəni bizə qaytarmış olar. Və sonuncu metodumuz hansıdır? Is space. Sətrin əks olunmayan simvollardan ibarət olduğunu yoxlayır. Sətrin əks olunmayan simvollardan ibarət olduğunu yoxlayır. Nə deməkdir bu? Gəlin bir dənə buna da nəzər yetirək. Bax, məsələn, yazıram bura. Kitab, dəftər. Ya da kitab, qələm yazaq. Kitab, qələm. Nöqtə, is, demək, nə dedik metodumuzu? Bir dəqiqə, is space. Is space. İndi buna baxsaq, false olaraq qaytardı. False olaraq qaytardı. Amma tərkibində boşluq var. Boşluq var. Amma boşluq olsa da mənə false qaytarır. Çünki burada nə deyir bizə? Deyir, sətrin əks olunmayan simvollardan ibarət olduğunu yoxlayır. İndi mən burada gəlib
bir dənə bax, boş bir sətir qoyuram, boş bir sətir. Qoyaq is space. Is space. Bu zaman baxaq, nəticəni bizə true olaraq qaytarmış olur. Belə qoysaq, yazsaq is space. Baxaq, false qaytardı. Yalnız boşluq olmalıdır ki, true olaraq nəticəni bizə qaytarsın. Belə müəllimlər, bu qədər. Sağ olun, sağlıqla qalın. Videonu bəyənməyi unutmayın.